Maaşlar keçib, ağır maşınlar, şaqmanlar keçib, basıb çökərti verib. Yox, bu işlər burada görüləndə avtomobil düşməzdən əvvəl maneələr vardı burada. Hə? Dəqiq var idi. Yox, şəkildə görünür maneə yoxdur orada. Bakıda avtomobil çuxura düşüb, hadisə paytaxtın Binəqədi rayonu Mirzəla küçəsində 9-cu mikrorayon ərazisində qeydə alınıb. Qeyd edim ki, ərazidə Azərqaz İstehsalat Birliyi tərəfindən qazıntı işləri aparılıb və hadisənin baş verdiyi vaxtın kadrlarında da görünür ki, həmin vaxt burada bu maneələr olmayıb və avtomobil çuxura düşüb. Biz istəyirik ki, düzəlsin, düzəltsinlər. Bizə yolun rahatçılığı bizə tam yaxşı olardı Allahın izniyle. Yəni belə işlər maksimum daha tez görülməlidir. Bəli, daha tez görülməlidir. Düzəlsin. Biz də istəyirik ki, yollarımız abadlaşsın, düzəlsin, bizə rahat olsun, profka azalsın. Belə yollar profka yaradır tada, sıxlıq yaradır. Sizcə belə vəziyyət təhlükədirmi sürücülər üçün? Sürücülər üçün quyu tutsa, əlbəttə. Ancaq bu dünəndən belə olub. Dünəndən bəri işləyirlər üstündə, cəldələr yəqin ki, inşallah. Keçə bilərəm, gör təkər düşmür ora, bir dənə bax gör. Ehtiyatlı olun, biraz təhlükəlidir. Gözlə, orada maneə var. Avtobusa kömək eləməyə çalışırıq, ərazidən keçsin. Hə, yavaş-yavaş keçməyə çalışın. Avtobuslar da ərazidən ehtiyatla keçməyə çalışırlar ki, çuxura düşməsinlər. Gözlə. Gözlə. Buyur. Vəziyyət ərazidə belədir. Burada təbii ki, aidiyyatı qurumlar tərəfindən yol hərəkəti qaydalarının, təhlükəsizlik qaydalarının pozulması özünü açıq şəkildə göstərir. Bu o deməkdir ki, ərazidə zərər çəkən vətəndaş tam haqlı olaraq məhkəməyə müraciət edib, ona dəymiş zərəri elə Azərqazdan tələb edə bilər. Çünki bu bizim qanunvericiliklə icazə verilən bir haldır. Qurumun məsuliyyətsiz davranışı nəticəsində vətəndaşa hər hansı bir zərər dəyirsə, qanun qarşısında da məsuliyyət daşıyan həmin qurumdur. Təəssüflə bunu qeyd edirəm. Bir neçə qurum var ki, bax yollarda belə qazıntı işləri aparırlar. Təhlükəsizlik tədbirləri görmürlər. Hər hansı bir hadisə baş verəndən sonra gətirib əraziyə nişan qoyurlar.